gah dağdadır, gah da aramda. Gah göğe yüksəlir, gah enir insan. Otaqda bir saat tək oturanda 100 ilin dərdi ilə yüklənir insan. Elə bir divarlar gəlir üstünə. Qulağın səslənir, qəlbin döyünür. Alışıb yanırsan sən üst-üstünə. Nidalar gözündə sualı dönür. İnsanı tez yorar düşüncələr də. Dirib nəfəsini dərd udar insan. Özündən başqası olmayan yerdə insan olduğunu unudar insan. Bir günəş bəs edər, pərişan olma. Sənin 100 kür qədər göz yaşın olsa, 1000 dərd hücum etsə könül, sıxılma, bir nəfər dərd bilən sirdaşın olsa. Dünyaya gəlmədik biz əbəsliyə. İnsanıq, insan da bizə gərəkdir. Bağa tək qınına çəkilənlərə ürək nə gərəkdir, söz nə gərəkdir. Çay çaya qovuşmaz, sular daşmasa. Ulduzun ulduzla ünsiyyəti var. Göydə buludlar da boşalaşmasa, nə ildırım çaxar, nə yağış yağar. Yol tapa bilərmi saz ürəklərə? Mizrab asta-asta telə dəyməsə, çıxarmı qönçədən tək bircə kərə, bülbülün nəfəsi gülə dəyməsə. Öz el obasını tərk etdiyindən, tək tənha dolanır bayquş bu gündə. Kolların dibində tək bitdiyindən, boynu bükük olur bənövşənin. Od vurmasa, qabda su daşa bilməz. Quş da tək qanadla dağ aşa bilməz. Kösöyün ikisi çöldə də yanar, biri ocaqda da alışa bilməz. Qəlbimdə 1000 sözüm, 1000 söhbətim var. Mən deyim, siz deyin, dil yorulmasın. Yığılın, yığılın başıma dostlar. Mənim bir günüm də sizsiz olmasın. Dostların qəlbidir yurdum, məskənim. Ürəkdə bir nisgil gərək olmasın. Sağlığım bir yana, a dostlar mənim, soyuq məzarım da heç tək olmasın. Bəxtiyar Vahabzadə poeziyasını sevən əziz qonaqlar, bugün sizin burada iştirakınız Bəxtiyar Vahabzadənin bayaq səsləndirdiyim şeirdəki son arzusunu yerinə getirdiyini göstərir. Şairi, onun poeziyasını tək qoymadığınız üçün hər birinizə dərin minnətdarlığımı bildirirəm və sizlərdən bir xahişim olacaq, xüsusilə də Bəxtiyar Vahabzadə poeziyasına yaxından bələd olmayın.